Salam, hər vaxtınız xeyirli olsun, əziz Azərbaycan xalqı. Bu günlərim mən sizə Azərbaycanda qanunsuz kütləvi həbslərin, repressiyaların davamı olması, Azərbaycanda insan hüquqlarının dözülməz durumu haqqında sizinlə öz fikirlərimi böləcəm. Sizinlə mən Oktay İskəndərli, TikTok kanalında Oktay Elturon, Azərbaycan Dünya Meridianları kanalının YouTube kanalının sahibi, Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Təşkilatının sədri Oktay İskəndərli iləsiz. Dünən Azərbaycandan yenə də bir qara xəbər gəldi. Yəni, tanınmış vəkil, ictimai siyasi xadim, Azərbaycan xalqının çox hörmət etdiyi bir şəxsiyyət Namizəd Səfərov mülki geyimli şəxslər tərəfindən uğurlanmışdır. Bu həbslər Azərbaycanda son zamanlar başlanan kütləvi repressiyaların ardıcıl davamıdır. Yəni, bilirsiniz ki, noyabrın sonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müxalifət lideri Əli Kərimliyə qarşı saxta ittihamlar verərək, sanki onun konstitusiyon quruluşunun qeyri-qanuni yolla devirmək, dövlət çevrilişinə cəhd kimi absurd, saxta bir ittihamla həbs etmiş və Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Səbail Rayon Xalq Məhkəməsi Əli Kərimlini 2 ay 15 gün Əli Kərimli haqqında inzibati qaydada həbs qəti imkan tədbiri vermişdir. Bu günlərin biz də məlumat almışıq ki, Namizəd Səfərova qarşı da eyni saxta ittihamlar verilib və onu həbs ediblər. Xalqımızı belə bir sual maraqlandırır ki, Namizəd Səfərovun həbsi nə ilə əlaqədərdir? Nə üçün ilin bu günündə Namizəd Səfərov həbs olunmuşdur? Əziz həmvətənlər, mən Namizəd Səfərovu şəxsən tanıyıram. 2014-cü ildə mərhum qardaşım Vidadi İskəndərliyə qarşı saxta cinayət işi qaldırılmışdır. Mən o zaman Namizəd Səfərovla tanış oldum və onun necə savadlı ictimai siyasi xadim olduğunun şahidi oldum. Və Namizəd bəyin əvəzsiz xidmətləri nəticəsində qardaşım Vidadi İskəndərliyə qaldıran saxta cinayət işi xətim edildi. Təşəkkür edirəm Namizəd bəyə. Namizəd bəy son zamanlar Respublika ictimaiyyətində daha da böyük siyasi nüfuz qazanmağa başlamışdır. Hamınız bilirsiniz ki, 2024-cü ildə dünya Azərbaycanlıları Avropada dünya praktikasında görünməyən virtual olaraq xalqın seçimi ilə Azərbaycan Xalq Parlamenti yaratmışdır. Və Namizəd Səfərov seçilmiş deputatların seçimi ilə Azərbaycan Xalq Parlamentinin sədri vəzifəsinə təyin olunmuşdur. Əziz həmvətənlər, Namizəd Səfərov bu ictimai virtual parlamentdə çox fəal idi. Azərbaycanda baş verən özbaşınalığı, insan hüquqlarının pozulması, korrupsiya və rüşvət, saxta seçkilər haqqında öz fikirlərini bildirir. Parlamentin idarə edilməsində, eyni zamanda parlamentin yaradılmasında xüsusi əhəmiyyətli misilsiz xidmətləri vardır. Məhz Namizəd Səfərovun bu fəaliyyəti hakimiyyəti qıcıqlandırmış, hakimiyyət göstəriş vermişdir ki, Namizəd Səfərov həbs olunmalıdır. Mən hesab edirəm ki, bu sonuncu həbs deyil, bu həbslər ardıcıl davam edəcək. Çünki bu həbsdən əvvəl də AXCB sədri Əli Kərimlinin həbsi və eyni zamanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının kütləvi surətdə həbs olunması, ondan əvvəl də Azərbaycanda 30-dan çox jurnalist, blogerlərin həbsi çox bir ürək ağrıdan bir faktdır. Bilirsiniz ki, bu 30 jurnalistlərin içərisində onlardan onu Azərbaycanın gənc xanımlarıdır. O xanımlarıdır ki, öhdələrində az yaşlı evladları var. Həmin evladlar hər gün soruşur, mənim anam hardadır, mənim anam nə vaxt qayıdacaq evə? Lakin amansız rejim onu tənqid edənləri susturmaq üçün saxta ittihamlarla, saxta şahidlərlə həbsxana yatır. Son zamanlar Azərbaycanda belə bir hal formalaşıb ki, çörəyə möhtac olan insanların istənilən bir insana şirnikləşdirici təklif etdikdə, yəni sənə pul veririk, Namizəd Səfərovun üzünə dur, Əli Kərimlinin üzünə dur. Bundan əvvəl bu praktika vardı. Xatırlayırsınızsa, Qarabağ qazisi Tofiq Yaqubluya da qarşı saxta ittihamlar verilmiş.
sanki Tofiq Yaqublu xulqanlıq edərək kimsə döymüşdür. Bundan sonra Qarabağ qazisi Rıza Səfərov'a qarşı da saxta ittihamlar verib, hal-hazırda həbsxanada ağır vəziyyətdədir. Bundan başqa Qarabağ qaziləri Vəli Hacıyev də həbsxanadadır ki, o Vəli Hacıyevdir ki, Qarabağ döyüşlərində bir gözünü itirmişdir. Sanki hakimiyyət heç kimə rəhm etmir. İstər Qarabağ qazisi olsun, istər ictimai siyasi xadim olsun, istər jurnalist olsun, kim hakimiyyəti tənqid edirsə, hakimiyyət onu qəzəb və nifrətlə qarşılayır. Bilirsiniz ki, artıq Azərbaycan hüquqi dövlət idarə etmə sistemindən çıxıb, Azərbaycan kriminal bir dövlətə çevrilib. Yəni, ölkədə həbslər adi bir hal alıbdır. Müstəqil məhkəmə, müstəqil ədliyyə sistemi olmadığından icra hakimiyyətinin verdiyi göstəriş əsasında məhkəmələr ədalətsizlik qərar qəbul edir. Mən bütün Azərbaycan xalqına bildirmək istəyirəm ki, yəni Azərbaycan müstəqilliyi əldə etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası qarşısında öhdəlik götürmüşdür ki, Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət edəcək, Azərbaycanda ədalətli seçkiləri həyata keçirdəcək, Azərbaycanda bütün negativ hallara, korrupsiya və rüşvətə qarşı ictimai mübarizə olacaqdır. Lakin Azərbaycan götürdüyü öhdəlikləri yerinə yetirmir. Əksinə, repressiyalar günü-gündən artır. Mən sizə bir misal deyim ki, Avropa Şurasının Azərbaycan hakimiyyətinə qarşı dəfələrlə çağırışı olmuşdur ki, ölkədə siyasi məhbusları azad edin. Bugün Azərbaycan adam başına düşən siyasi məhbusların sayına görə dünyada birinci yeri tutur. Müqayisə üçün onu deyim ki, 2024-cü il dekabrın sonuna Azərbaycanda 107 siyasi məhbus varsa, bu il artıq Azərbaycanda, bu il dekabr ayında Azərbaycanda 418. İkisi də əlavə olundu. AXCB sədri Əli Kərimli və vəkil Namizəd Səfərov. Belə getsə, bütün Azərbaycan xalqı siyasi məhbus statusu alacaqdır. Avropa Şurasının çağırışına baxmayaraq Azərbaycan hakimiyyəti siyasi məhbusları həbsxanadan azad etmir. Və buna görə də Avropa Şurası Azərbaycana bir il vaxt vermişdir ki, siyasi məhbusları azad edin. Azərbaycan söz versə də əməl etmədiyi üçün Avropa Şurası Azərbaycanın Avropa Şurasında səs vermə hüququndan məhrum etmiş və xəbərdarlıq etmişdir ki, əgər Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət etməsə, Azərbaycanı Avropa Şurasından qovulacaqdır. Bu da xalqımız üçün böyük faciələrə gətirib çıxacaq. Azərbaycan Avropa Şurasından qovulmaqla dünyanın sivil mərkəzi Avropaya inteqrasiya etməkdən məhrum olmaqla yanaşı, Azərbaycan üz tutacaq Afrikaya, Azərbaycan üz tutacaq Asiya, o dövlətlərdə ki, feodal monarxiya dövlətləri hökmranlıq edirlər. Əziz həmvətənlərim, siz əgərlərin bu videonu bəyəndinizsə, paylaşın. Dünyanın dörd bir tərəfinə çörək pulu üçün səpələnmiş əziz həmvətənlərimiz bilsin Azərbaycanda hansı qanlı proseslər gedir. Bu həbslərin sonu olmalıdır. Hər bir qanunsuz həbsin arxasında milyonlarla insanın qəzəb və nifrəti olur. Bu qəzəb və nifrət bir günlərin qisas baltasına çevirilər. Biz bunu istəmirik. Ona görə Azərbaycanda yaratmaz ölkənin idarə edilməsi Azərbaycanı barış çəlləyinə gətirmişdir. Bu videonu bəyənib paylaşmaqla siz də Azərbaycanda insan hüquq və azadlıqlarına dəstək olacaqsınız. Növbəti videoya qədər sizinlə vidalaşıram. Hamınızı uca Allaha əmanət edirəm.